Xoş gördük sizləri, dəyərli izləyicilərim. Allahın salamı olsun sizlərə. Çox gözəl bir evdəyəm. Elə gözəl bir evdəyəm ki, belə bir həyət evində Kərbəlayı. Bir dənə fırlan göstər. 150-160 kvadrat. 3 mərtəbə, monolit beton, full əşyalı. Evə bax, bir dənə qaldır evi göstər. Evi göstər, qaldır, 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 göstər evi. Buna bax, həyətinə bax. Həyətində moykası zadı. Tək evin elə belə bu aksesuarlarına ev sahibəsi deyir ki, 47 mindən çox pul qoymuşam. Bu həyətində güllərin. Buna bax bir dənə, Kərbəlayı. Buna bax. Buna bax, can balkonu açdın. Bax, açdın. Qəşəng stolları qoydum bura. Buna bax. Bu aşağıda belə yayıb mətbəxi kimi belə oturma. 3 dənə hamam sanuzel var evdə. 3 mərtəbə, mərtəbələr açamanı, hamısı monolit beton. Bura var ha. Hamısı istifa oldu. Bu aşağıda olan hamam sanuzeldir. Buranca göstər bir dənə. Göstər Kərbəlayı oranı. Bax, aşağıda olan belə bir mətbəximiz. Bax, burada gördüyünüz hər şey qalır. Burada istifa oldu. Burada istifa oldu. Deməli, ünvanım Xırdalanda Milyonər məhəlləsində 8 nömrəli məktəbin yanında. Ev kamera sistemi ilə nəzarətdir. Otur, nə bilim, dünyanın o başında telefonla nəzarət edir. Yəni, hər şey var da. Kombi sistemi, istifa, 3 mərtəbənin üstünə monolit beton, 6 otaq. Aç kişi, gəl evə. Gəl evi göstərim. Evdə bir dənə hələ sürprizlər var, Kərbəlayı, gəl. Daxil olduq mənzilimizə. Mənzilimizə daxil olan kimi belə bir pirxoja. Hamısı, yəni, şəxsi orijinal şeylərdən istifadə olunma. Buna bax. Bax, qapı var, çölə, hamısına kamera sistemi ilə nəzarət edirsən. Qonaq otağına bax. Başva dönüm. Evdə ki, 3 dənə kondisioner var. 3 dənə kondisioner qalır, pərdələr, bax, stol, hamısı təzə mebellərdir. Hamısı, özü də bahalı mebellərdir, ha, brenddir. Bax, brenddir hamısı. Bir dənə evdən 1-2 dənə elektronik əşyalar var. Aşağıda gördüklərimiz hamısı qalır. 1-2 elektronik əşyalar var, onlar çıxır. Bura bir qladovkamızdır. Bu ikinci hamam sanuzelimizdir. O paltaryan çıxacaq. Bir də televizordur, qonaq otağındakı. Buradakı sobalardır. Bu televizordur, bir də xaladenlikdir. Sahibləri yeni almışam. Onlar çıxacaq. Mətbəx mebeli, yəni baba, membrandan yığılır. Bahalı hamısı, qardaşım. Qalan hər bir şey evdə qalır. Yenə deyirəm, mərtəbələr artıq monolit betondur. Kərbəlayı, gəl 3-cü mərtəbəni də göstərək. Qiymət deməyə səbirsizlənirəm. Gəl qaqa, gəl. Kərbəlayı, gəl, ev qutarmır, 6 otaq. Qutarmır, gəl 3-cü mərtəbəyə. Bu qiyməti həqiqətən. Kərbəlayı, gəl bunu göstər. Buranı da göstər. 3-cü hamam sanuzel. 3 dənə ailənin rahat yaşaya bilər də bu evdə. Bunlar da, bu koridordakı, bu pirxojbodu qalır, bax. Bu otaqda da gördüyünüz hər şey evin içində qalır. Neçənci otaqdır, sayını itirdim, 4-cü də. Bu da 5-ci otaq. Bax, bu otaqda da kondisionerimiz. Bu gördüyünüz əşyalarda hamısı qalır. Gəl qardaşım. Gəl, indi qiymətə bax. Dayanamıram. Qiymət deyim də Kərbəlayı. 133 min manat. Paket kupça, 6 otaq. Milyonər məhəlləsində. Həyətin, bacın, heç nə qardaş. Onu bir dənə sən neyinsən? Yığırsan Kərbəlayı. Kartı at beyhatında, o evi saxla. 133 minə. 3 mərtəbə. Paket kupça, full əşyalı. Xırdalanda, Milyonər məhəlləsində. Qəşəng gözəl bir yerdə. 8 nömrəli məktəbin yanında, bağça yanında. Allah alanı da xeyir versin, satanı da xeyir versin. 114 əmlak sizi düşünür və sizin xidmətinizdədir hər zaman. Allahın amanında olun.